Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabi görüşündən sonra proseslər necə cərəyan etməlidir? Sülh müqaviləsinə doğru hansı addımlar atılacaq? Bu dəfə 5 saatdan artıq davam edən danışıqlarda müsbət impulsların çox olduğu bildirilir. Ekspertlər Abu-Dabidən sonraki proseslə bağlı fikirlərini İTV Xəbərlə bölüşüblər. Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabi görüşü beynəlxalq gündəmdədir. Rusiya tərəfi görüşü alqışladığını deyib. Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasında sülhü dəstəklədiklərini vurğulayıb. Ümumilikdə təxminən 5 saat davam edən görüşlə bağlı pozitiv təəssüratlar var. İndi əsas məsələ sülh sazişinin imzalanması üçün bundan sonra atılacaq addımlardır. Ekspertlər bildirir ki, görüşün müsbət nəticələri tərəflərin fikir ayrılıqlarını qısa zamanda həll edəcəyini göstərir. Azərbaycan tələbləri bunlar formalaşıblar. Birincisi beynəlxalq hüquq əsasında. İkincisi, nəticəyə baxsaq, elə Ermənistanın maraqlarına da xidmət edirlər. Ona görə ki, Ermənistan bu münaqişədən heç nə udmayıb, nə siyasi cəhətdən, nə iqtisadi cəhətdən. Zəngəzur dəhlizi ilə bağlı çox mən ki, orada da bir komissiya mı yaradılacaq və yaxud da müvafiq görüşlər olacaq və bu məsələdə öz müsbət həllini tapacaq. Zəngəzur dəhlizinin açılması və inkişafı, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişinin paraflanması və digər məsələlər görüşün əsas müzakirə mövzuları olub. Eyni zamanda Azərbaycanla Ermənistan arasında təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, istərsə də yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib. Ekspertlər bildirirlər ki, ilin sonunadək iki ölkə arasında bir çox məsələ öz həllini tapa bilər. Həm Abu-Dabi görüşü, həm də hazırki geosiyasi vəziyyət Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanacağı günü daha da yaxınlaşdırır. Ola bilsin ki, yaxın gələcəkdə yox, amma yaxın perspektivdə müəyyən məsələlər həll olunsun. Rəsmi Yerevan da bunda görünür maraqlıdır o mənada ki, Ermənistanda çox vəziyyət olduqca mürəkkəbdir və Paşinyan başa düşür ki, hansısa bir addım atmaq lazımdır, nəyəsə güzəştə getmək lazımdır və bunu üstəgəl Azərbaycanın hücum edici diplomatik addımlar mən düşünürəm ki, müəyyən nəticələrə gətirib çıxara bilər. Abu-Dabidə diqqət çəkən məqam vasitəçinin və yaxud üçüncü tərəfin görüşdə iştirak etməməsi idi. Ekspertlər bildirir ki, ötən illərdə üçüncü tərəfin vasitəçiliyi ilə baş tutan görüşlər adətən nəticəsiz başa çatırdı. Bu dəfə vasitəçilərin prosesdən kənarda qalması həmin ölkələri qıcıqlandıra bilər. Lakin burada əsas məqam Bakı ilə İrəvanın bu məsələdəki prinsipiallığıdır. Görünən odur ki, burada əgər biz Azərbaycan və Ermənistan bizim mövqeyimiz, xüsusən buradan aydındır, Azərbaycanın mövqeyi aydındır. Burada Ermənistan mövqeyi belə ikiyüzlü olmayacaq və belə tutarlı olacaqsa, mən bilən üçüncü qüvvələr heç nə eləyə bilməyəcəklər. Bəlkə də müsbət nəsə bir töhfə olacaq. Ekspertlərin fikrincə Azərbaycan-Ermənistan sülh gündəliyində ümumi mənzərə prosesin uğurla nəticələnəcəyini göstərir. Ötən illərdə rəsmi Bakı İrəvandan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını və sərhədlərin delimitasiyasını tələb edib. Bu məsələnin bir hissəsi artıq həllini tapıb və Azərbaycan-Ermənistan sərhədinin təxminən 12% demarkasiya olunub. İrəvan rəsmi Bakının ATƏT Minsk qrupunun ləğvi ilə bağlı tələbinə də müsbət baxdığını açıqlayıb. Azərbaycanın Ermənistan konstitusiyası ilə bağlı tələbinin də növbəti il həllini tapacağı gözlənilir. Belə ki, Ermənistan hökuməti gələn il konstitusiya referendumu keçirəcəyini bildirib. Baş nazir Nikol Paşinyan da öz çıxışlarında deyib ki, yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad olmamalıdır.